הבאים במקום עם שמש. Sabahınız xeyir. Bakıda səhər saat 8-dir. Efirdə səhərin gözü açılmamış radio şousudur. Yaxın 2 saat ərzində bir yerdə oyanmağa başlayacağıq. Sən özünü güzgüdə görmüsən? Açığı bu verilişə elə ən çox sənin ehtiyacın var ha. Leyla, mən bu Facebook çıxarana nə deyim? Səhərə kimi orada olmuşam. Facebookda, yoxsa üzbəüz binanın altındakı Pivnoyda? Bravo. Məni sənin qədər heç evdəkilər də tanımır. Səni evdəkilər heç tanıyır ki, ya efirdəsən, ya da Pivnoyda. Oyanmaq vaxtıdır. Oyanmaq vaxtıdır. Əzizim. Əzizim. Oyanmaq vaxtıdır. Oyanmaq vaxtıdır. Gəl mövzunu dəyişək. Bakıda bugün 14 dərəcə isti, zəif cənub küləyi və çoxlu probka gözlənilir. Xatırladım ki, şəhərdə gedən təmir tikinti işləri ilə bağlı mərkəzi küçələrdə hərəkətin sıx olacağı, bəzi yerlərdə isə tıxaca keçəcəyi gözlənilir. Deyirəm, lap hava proqnozuna oxşadı. Bugün yeri gəlmişkən Frank Sinatra'nın da doğum günüdür. Odur ki, onun ən məşhur mahnısı gəlir. Bizi probkada eşidən dinləyicilərimiz üçün My Way. And now the end is near, and so I face. Yol İstehsalat İdarəsinin rəisi Mövsüm Ağayevdir. Buyurun Mövsüm müəllim. Mən bayaqdan verilişinizə baxıram. Zəng vurub ağzına gələni deyirlər. Heç nə demirəm. Başınızı pəncərənizdən çıxarın, görün ki, bir dənə probka görürsünüz. Ölkədə aparılan körpü salınma və yol tikintisi bizə tam imkan verir ki, nəqliyyatın sıx olduğu yerlərdə tıxaclardan azad olaq. Şər atmaq lazım deyil. Hər kəs görür ki, Sabahın xeyri isə. Salam Rəşad. Bağışda. Zəhirmarı qoymuşdum qurumağa. Başıma düşsəydi nə olardı? Düşmədi Bəs ki. yerə düşsəydi nə olardı? Düşmədi ki. Ağzı heç utanmırsan? Sən bir özünə bax. Evdən çıxanda qaytarıram. Bizi aeroporta kim aparacaq Rəşad? Sənin üçün nə fərqi var? Soruşursa demək fərqi var da. O səndən ən azı 7 yaş böyüdü. İyiyim ama biz aramızda baba da səndən 17 yaş böyüdü də. Sənin atan banditləri tuturdu. Osa onları müdafiə eləyir. Ayana, atamızın banditlərlə nə işi vardı? Mostovoyda eləyirdi də. Ay Rəşad, haradasan? Ayma. Bəs saçına nə deyirsən, hə? Heç kişi də o uzunluğunda saç uzadar? Bəs bu nədir? Əşi, hər nədir? Harda qaldın? Gəl çıx da. Ay kişi, yoldayam, çatıram. Hardan çatırsan, Məni dolamısan? Hələ heç evdən çıxmamısan. Sənin uzbatından təyyarəyə gecikəcəyik. Sən həmişə belə eləyirsən. Qeydiyyat elə bir saatdan sonradır. Yaxşı, tez ol. Ala görüm, indi nə, detektiv çəkirsiniz? Melodram. Əcəb melodramdır. Zaman dəyişir. İndiki melodramda ər arvadının vəkilinin başını kəsir. Onda senaristlərini göndər yanıma, əla süjet verim onlara. Özdə havayı. Sən olasan, havayı iş görəsən? Zaman dəyişir. Haradasan, hə? Ayma, narahat olma da Kömək elə zəng görüm. edəcəyik. Sağ ol mənim. Mam, sağ ol, mam. Mütləq zəng vura. Eşidirsən, özünüzdən müğayət olun. Çatan kimi də zəng vurun. Salam Nisə xala. Ehtiyatlı ol, içində sınan şey var. Qızlardan müğayət ol. Oldu. Maşında asta sürərsən. Ayana, yaxşı da. Dayanın. Sağ ol Nisə xala. Ehtiyatlı olun, sağ salamat. Qızlar da böyüyüb ha. Hə. Elçilər necə, gəlib gedir? Yulə kimisə bəyənib. Gələn ay elçilər gəlməlidirlər. İnşallah Allah qoysa. Bəs könül? Üçünü elə kandardan yola salıb.
Yenə aləm qarışıb ki. 20 dəqiqədən sonra əgər məhkəmədə olmazsam, onda doğrudan da aləm bir-birinə qarışacaq. Bilirsən bu nə deməkdir? Allah'a şükür ki bilmirəm. Alo, Nigar, hardasan? Məhkəmədən çıxmışam, maşına tərəf gedirəm. Tez elə geri qayıt. Qaydaram, nə məsələdir ki? 4 nömrəli zalda Sarıyevin işinə baxılır. Birazdan hökm oxunmalıdır. İttihamı darmadağın eləmişəm. 1-2 ümumi söz deyib bəraət tələb edirəm. Bəs salam. Yox, elə şey yoxdur Babayev. Mənim yarım saatdan sonra anamla görüşüm var. Onunla bir yerdə nahar eləməliyik. Qurban olun, dəl eləmə də mənə ay qız. Doğma ayrıda görüş olur. Bütün belə şeyləri başa düşməz. Yazıq yetim neynəsin ki 3 ay can qoyduğu bir iş aeroport yolundakı Probka ucbatından dağıla bilər. Yazıq yetim neynəsin ki dostunun qanın qulluğu ucbatından bu cür proset məhv ola bilər. Sağ olun yar, nuş olsun. Mamaya salam de. Sür də. Razı olmadı. Bəs indi neyniyəcək? Heç necə. Birazdan quzu balası kimi geri dönəcək. Artistsən sən. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıda qeyd olunmuş maddələrini əsas tutaraq məhkəmə qərarı alır. Üzr istəyirəm. Hər şey öz qaydasındadır. Səsi kəs. Sarıyev Əmirqulu Sarıoğluna hərəkətlərində cinayət tərkibi olmadığından bəraət verilsin və o məhkəmə zalından azadlığa buraxılsın. Nə yaxşı. Təbriklər. Təbrik edirəm. Təbrik eləyirəm. Çox sağ olun. Qanararın 10% sənin. 20. Anam məndən küssə 30-a qaldıracağam. Səndə insaf deyilən şey yoxdur. Gecikməyəydin. Yaxşı. Aycan, yavaş xilas ol. Hardaydın o kişi? Bu gözəl xanım olmasaydı, indiyənə kimi dəbir qəfəsdə oturacaqdım. Niyə ki Əmirqulu müəllim? Rəşadın bu işdə əməyi az olmuyor. Həm də Allaha min şükür hər şey istədiyimiz kimi qutardı. Ona görə də hamınızı restorana aparacağım. Bugün mənim günümdür. Sakit. Bilirsiniz... Əmirqulu müəllim, üzr istəyirəm. Onlar Nigar xanımın anası da bizimlə getsin. Bilirsiniz, o ev qızıdır. Restorana mamasız getmir. Maman neyinirsən? Düşün qabama görüm. Gəlin. Sağ olun. Sən vəkil yox, aktör olmalıydın. Oy! Yaxşı, artist eləmə, getdilər. Artist deyirəm, nə artist deyir ki səndə? Tut qolumu. Əzizim, oyanmaq vaxtıdır. Oyanmaq vaxtıdır. Əzizim. Dincəl, indi sənin yatmaq vaxtındır. Saxtakarlıq kralı Zəkiyə salam. Nədə çıxdın? Vaxtından əvvəl buraxıldım mən. Elədiyin yaxşılıqlara görə ömrüm boyu heç vaxt səni unutmaram mən. Can qurban sənə. Deyəsən kalonda şairli öyrənmisən. Yox, rəssamlıqla məşğul idim orada. Nəçəlnikdən tutmuş türemşiklərə qədər hamısının şəklini çəkmişəm. Bu saxta sənət hazırlamaqdan daha yaxşıdır. Yox, o işlə qutardıq bir dəfəlik. Belə əllərim qurusun əgər o işlə bir də məşğul olam. Yaxşı, gəl otur. Metroya qədər aparırım səni. Yox, çox sağ ol. Özümki ilə gedərəm. Bəs deyirsən köhnə işlərdə qutarmısan? Elə bilirsən mən zonda şəkilləri havayı çəkirdim. De facto de jure. Bir şəkil çəkmişəm havayı, o da sənə çatacaq. Necədir? Allah, sən əməlli baş sənətkarsan ki. Al, qurbandır sənə. Çox sağ ol. Sağ ol. Görüşərik. Görüşərik. Sağ ol. Bugün Dadaş İnşaat Tikinti Holdinginin, eləcə də ona daxil olan digər tikinti kampaniyaların rəhbəri Dadaş Rəhimovun işi üzrə məhkəmə qərarının verilməsi gözlənilir. Məlum oldu ki, Rəhimov şəriki Sadıq Sadıqovun ölümündə ittiham olunur. Qeyd olmalıdır ki... Alo, eşidirəm. Salam kollega. Salam Nigar. Hardasan? Məşqə gedirəm.
Tez elə maşını döndər. Hə, döndərdim, sözünü de. Bugün bir-birinin ardınca iki prosesim var. Hər ikisində qərar veriləcək. İkisində də ittihamı darmadağın eləmişəm. Gedirsən, bir neçə ümumi söz işlədib qərarı gözləyirsən. Vəssalam. Eşitdin məni? Bəs sən necəsən? Öt kisəmlə vidalaşacağam. Keçmiş olsun. Yeri deyil, qanararın 10% sənin. 20. Acgözlük eləmə. Bunu sən deyirsən? Yadında saxla. Saat 11, zal nömrə 3. Surxayevin işi. Arvadını öldürüb? Daha doğrusu ərini. Nə? Əşi Surxayev onlardandır. Orientasiyasını dəyişənlərdən. Nigar, sən Allah məndən uzaq elə belə işləri. Hardan tapsan bunları? Zəhləm gedir belə adamlardan. Dayanma, ikinci iş çox yağlı işdir. Dadaş inşaat. Alo, eşidirsən məni? Hə, eşidirəm. Saat 14, zal nömrə 1. Nə? İşdən xəbərdarsan? Hə, bütün şəhər xəbərdardır. Motiv nədir? Əşi heç nə inandırıcı görünməyən bir cəfəngiyat. Birbaşa dəlil yoxdur. Rəhimov günahı boynundan atıb. Odur ki, bəraəti tələb et, ürəklə tələb et. Mənə elə gəlir ki, belə işi əldən qaçırmaq ən azından ağılsızlıqdır. Olar. Buyurun. Geç əyləş. Kəmalə xanım, müttəhim Surxayev, o söz. Fəttahov, təəssüf ki, o, çoxdan o söz. Yox, onu demirəm. Sənəd gəldi ki, bu gecə Surxayev kamerada özünü asıb. Gözlərindən aldı. Bunların, o söz olanların psixikası çox zəif olur. Lap qadınlardakı kimi. Nigar xanım zəng eləmişdi. Deyir xəstəxanaya düşüb. Etiraz eləməsəz, işi Babayev əvəz edəcək. Etirazım yoxdur. Gecikməsə əvəz eləsin. Hamıya çatdır ki, Rəhimovun işi saat 11-ə 3-cü zala keçirilir. Xatırladım ki, yaxın bir saat ərzində şəhərin müxtəlif yerlərindəki tıxaclarla bağlı məlumatla bölüşəcək. Odur ki, tıxacdasınızsa, SMS nömrəmizə ilişdiyiniz tıxacın yerini göndərə bilərsiniz. Həm özünüz tək olmazsınız, həm də cəmaatı xəbərdar etmiş olarsınız. Yeri gəlmişkən, bugün Xətai prospektindəki parkın yenidən istifadəyə veriləcəyi gözlənilir. Bir-birinizə qarşı daha mehriban, nəzakətli, diqqətli olun. Və unutmayın ki, sinir hüceyrələri bərpa olundu. Paytaxt sakinlərinin böyük səbirsizliklə gözlədiyi açılış təxminən nahar vaxtı baş tutacaq. Parkın yenidən qurulmasına söz verildiyi kimi daha dözümlü yeni növ plitələrdən istifadə olunur. Bu bütün növ yığıntılara və ağırlığa dözümlü Braziliya istehsalı olan xüsusi yer örtükləridir. Prokuror lap vəhşiləşib. Az qalıb şəfi parçalasın. Niyə? Sən qanduğun şey deyir. Bu vəkil Köpoylu harda qaldı? Gəlmədi? Yox, xeyr, gəlməyib hələm. Elxan müəllim. Sənə nə oldu? Hə? Şefə heyfim gəlir. Bizim yerin adamları belə olur. İncə qəlbli igidlər. Bu it oğlu gələn kimi qulağını tutub atın içəri. Boş. Beləliklə, iş üzrə əldə olunmuş sübutlar yekunu bu qənaətə gəlməyə əsas verir ki, müttəhim şəriki Sadıq Sadıqovun fiziki cəhətdən aradan götürülməsi ilə bağlı cinayət planını öncədən hazırlamış və hər tərəfli düşünülmüş bu planı soyuqqanlıqla icra etmişdi. Buna bax, bilsənə var, bu nağlar gedərsə evdə nəvələrə danışarsan. Sadıq mənim ən yaxın dostum idi, mənim məsləhətçim idi. Məni sağ əlimi niyə kəsməliydim?
Cənab hakim. Düz deyir də. Müttəhim, sizə sonuncu dəfə xəbərdarlıq eləyirəm. Bura bax, xəbərdarlıq gedib əzizlərə verərsən. Mən heç atam da xəbərdarlıq verə bilməz, eşitdin? Bu provokasiyadır. Əsəbləşmə, dadaş. Sakit olun. Buyurun cənab prokuror, davam eləyin. Çox sağ olun. Və 14 il azadlıqdan məhrum edilsin. 14 il? Sakit olun. Söz müdafiəyə verilir. Möhtərəm proses iştirakçıları, möhtərəm hakim. Cənab prokuror baş vermiş cinayətin tam mənzərəsini təhsilatı ilə və inandırıcı şəkildə əvvəldən axıra kimi danışdığına görə təkrarlamaq istəməzdim. Yalnız mən bir şey vurgulamaq istəyərdim ki, ittihamçının çıxışında önəmli məqamlardan biri diqqətdən kənarda qalmış, müdafiə etdiyim şəxsin ruhi gərginliyi, psixoloji durumu qətiyyən nəzərə alınmamışdı. Bir ona baxın. Gözücü diqqət kifayət edər ki, ağır cinayətdə ittiham etdiyiniz bu şəxsin həddən artıq incə, hətta mən deyərdim ki, zorun qarşısında aciz qalan ziyalı insan olduğunu anlayaq. Onun başqalarına oxşamadığını, hətta əksər kişilərdən xeyli fərqləndiyini görəndə bu incə qəlbli məxluqun zərifliyinə inanırsan. Gəlin razılaşaq ki, müdafiə etdiyim şəxs və onun qurbanı yalanla xəyanəti daha həssasdılar. Bu da onların psixikasında öz əksini tapmaya bilməzdi. Onlar biz kişilərdən, yəni normal orientasiyalı insanlardan fərqli olaraq öz üzərlərində nəzarəti tez itirir, güzəştə meyilli olmur, baş verən hadisələri də kompromissiz qəbul edir və reaksiyalar da buna adekvat, yəni çox sərt olur. Mən razılaşıram ki, müdafiə etdiyim şəxs ölümcül zərbə vurmuşdu. Amma gəlin unutmayaq ki, ilk zərbəni o özü almışdı. Özü də arxadan. Məncə xəyanəti yalnız bu cür dəyərləndirmək olar. Məhz bunun nəticəsi kimi qısqanclıq hissi müdafiə etdiyim şəxsin ağlını başından almış və o nə etdiyinin fərqində belə olmamışdı. Bəli, o qanunu kobud surətdə pozmuşdu, amma affekt vəziyyətində. Bu da motiv, möhtərəm hakim. Siz bunu elə indi başa düşdünüz? Bəli, mən sizin sayənizdə. İttihamçının prosese zəif hazırlaşmasına mən yalnız təəssüf edə bilərəm, möhtərəm. Sen ölmüşsən. Sen artık ölürsən. Meyidin biri meyit. Sen yerin altından olsun tapıp çıkartıcıyam. Göyden olsun seni yere saldım. Divara hırdırmasın çoban ağlıya. Seni mən ciğer başlayacağım alçaq. Gördünüz möhtərəm hakim, belələri çox tez əsəbləşir və tez özlərindən çıxırlar. Ona görə də mən sizdən xahiş edirəm mənim bütün dediklərimi nəzərə alıb və müdafiə etdiyim şəxsin bəraətinə hökm verəsiniz. Məhkəmə hökm çıxarmaq üçün müşavirəyə gedir. İndi Babayevi gözləyək. Babayev görürüz. Ağda gəldi. Cənab Babayev, proses haqqında nə deyə bilərsiniz? Bütün suallarınıza Rəhimovun prosesindən sonra cavab verəcəm. Çox sağ olun, təşəkkür edirəm. Nə? Rəhimov dedi? Xəbər verdiyimiz kimi müttəhim Surxayev saxlanıldığı kamerada intihar etmişdi. Saat 11:00-a keçirilmiş Sadıq Sadıqovun ölüm işi üzrə ittiham olunan Dadaş Rəhimovun məhkəmə prosesində isə artıq hökm gözlənilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıda qeyd olunmuş maddələrini əsas tutaraq məhkəmə qərarı alır və müttəhim Dadaş Rəhimovu 7 il müddətinə azadlıqdan məhrum edir.
Eləsə evdəsən, heç də soruşma. Küçəyə çıxan eyvanın qapısını aç. Şef, her şey yaxşı olacaq. Las görüm. Tutabildiniz o alçağı? Hələ yox, amma Ne ama? Tutup onu... və Yox. onda Bizlik deyil. bəs onda necə? Mən bilirəm necə. Tez el aç görüm. Eşit məni. O çakalı tutup orada qandalıyırsan. Mən oradan çıxana kadar koy da işim olasın orada. Siz dahisiniz şef, dahi. Get işinə məşğul ol. Necə məsləhətdir? Səkkizinci fincandır. Qorxmursan? Ziyandır. Ölüyə nə ziyanı? Qulaqlarını çək. Nə xeyri? İstəyirsən ara sovşana dək burada qal. Nə qədər ki mən sağam, heç bir şey sovuşmayacaq. Onda tullan pəncərədən. Qorxut onları. O dəqiqə qaçacaqlar. İşin baxılmasına bizə 10 gün vaxt verilib. Əgər mən bu vaxt ərzində Rəhimovun günahsız olduğunu sübuta yetirsəm, onda... Hə, üzvə gəldin. Bax, indi Rəşada oxşayırsan. Buna görə mən şəhərə düşməliyəm. Amma mən buradan bura küçəyə çıxa bilmirəm. Belə viddə çıxmaq olmaz. Bəs hansı viddə olar? Vid. Gəl dalımca. Keç əyləş. Sərbəst ol. Buranın prokuroru da mənəm. Hakimi də mənəm. Elə vəkili də mənəm. Qaruzo, obyekt gəlmədi ki. Yox. Afik, ayaqüstü yatmağı harda öyrənmisən? Belə şeylər heç yerdə öyrətmirlər. Bu üç istedad lazımdır. Hə, bu saç saqqalla məni heç kəs tanımaz. Yadda qalan cəlbedici simana görə... Komplimentdir. Yox, diaqnoz. Onda axtarsınız o. Orada yox. Bəs harada? Bax, burada. Heç vaxt. Elə bu dəqiqə. Yox hesab. Hər aşağı. Yox hesab. Hər aşağı. Yox hesab. İnandır məni. Pожалуйста. Müvəqqəti olaraq qadına çevrilmək həyatla həmişəlik vidalaşmaqdan daha cəlbedici görünür. Allah bakalım. Fiyat elde etmiş olacaksınız. Bodyflex'le arıqlayan pul itirmez. Kilo itirer. Deməli burada reis sənsən, hə? İcazənizlə dadaş müəllim. Bu iddiamını sən mənə lüks adı ilə sırırırsan, eləmi? Siz elə başqalarını görməmisiniz. Başqa kameraları görsəydiniz belə danışmazdı dadaş müəllim. Deməli belə nəçənlik. Bəli. Yarım saatdan sonra mənim adamlarım gəlirlər bura. Ne üçün? Necə məsləhətdir? Gələcəklər burada təmir işləri aparacaqlar. Baş üstə. Sənin bu lüksüvü
Mənim üçün super lüks ediciyle başa düşdün? Bəli. Hə, sağ ol. Mən gedəndən sonra bütün bunların hamısını sənin üçün qoyub gedəcəyim. Çox Məndən sağ sonra ol. gələn mötəbər adamların yanında xəcalət çəkməyəsən. Sağ ol. Alo. Tutdunuz o köpək oğlunu? Nə? Avaralar! Bir də anamı tuta bilmirsiniz. Elime kesiyorsunuz, birbirinizi tutup divara höleceğim. Köpək uşaqları! Varım sizin üçün mən. Arkadaşım. Baş üstə. Arxayın olun, baş üstə. Baş üstə. Şef zəngələmişdi. Aha. Narazıdır bizdən. Hardadır bu it oğlu? Evindədir. Bayaqdan evə girib hələ çıxmayıb. Arxayınsan? Heç vaxt arxayın olmaq olmaz. Kimin sözləridir? Sizin. Neçənci mərtəbədə yaşayır? 4-cü. Aşağıda uşaqlar gözdə qulaqda olsunlar. Avvarlar. Uşaqlar gözdə qulaqda olun, obyekt çıxa bilər. Salam. Biz televiziyadanıq. Yeni show proqram hazırlayırıq. Və sizin bu oyunda qalib olmaq şansınız var. Bunun üçün siz Jekə zəng edib, yuxarıdakı qonşudan evinizi su bastığını deyib, bu 100 manatı qazanırsınız. Təbrik edirəm. İlk yanmayan məbləğ sizindir. Hər şey hazırdır. Alt paltarları, üst paltarları, kosmetika. Parikləri də üstdən qoymuşam. Bax, əzilməsin. Aydındır. Heç nə aydın deyil. Dedim axı. İncə səslə. Qadın səsi ilə danış. Aydındır. Paşlyak. Aydındır. Lutşı. Fırran görüm. Altdan sıxmır. Yox. Amma yuxarıdan bir balaca sıxır. Eybi yox. Öyrəşərsən. Özünki deyil axı. Bir də fırran. Of. Bravo. Bellissimo. Çıxışa hazırsan. Müsabiqəmiz bizi küçədə eşidən dinləyicilər üçündür. Ətrafınıza diqqətlə baxın. Hər gün olduğu kimi bugün də həmkarım Leyla paytaxtın küçələrindədir. Bəlkə də küçələrdə yox, hansısa kafedə, bəlkə də sizin sürdüyünüz taksidə oturub. Hər şey ola bilər. Onu görsəniz sadəcə Leyla hanı sualını verin. Özüdürsə sizə deyəcək. Sonra bizimlə əlaqə qurulacaq və nəticədə sponsorumuz olan Svidafor avtomobil salonundan 10%lik güzəşt kartı. Elə olur ki, radio uyandırırsan, günorta vaxtında otururlar seksual azlıqlardan danışırlar, transseksuallardan danışırlar, nə bilim abala, striptizdən danışırlar, belə şey olar. Ay bala bir şeyi başa düşün də, ana qulaq asır, bacı qulaq asır. Uşaqlar, yadınızda saxlayın. Siz tabi olmalı və göstərişləri yerinə yetirin. Bizdən ayrılmayın. Axı biz sizdən ayrılmırıq. Qulaq as, gör nə deyirəm. Sabahdan onların debitor hesablarını yoxlamağa başlayarsınız. Hə, yaxşı. Mütləq. Hə, sağ ol. Sağ ol. Ölkənin aparıcı bank işçisi niyə işdə deyil? Mən məzuniyyətdəyəm. Bəlkə kömək eləyəsən? Hə, əlbəttə. Anan evdədir? Yox, bazara gedib. Onda gəl dalımca. Öz aramızdır, heç xoş gəldin eləmədin. Xoş gəlmişsiniz, xanım. İndi isə çantanı qoy yerə, özündə otur. Niyə ki? Elə belə də pis deyil. Oturmağın məsləhətdir. Yıxılanda əzilməyəsən. İndi isə papağımızı qabağımıza qoyub kişi kimi danışaq. Bəs siz orada nə edirdiniz? Yatmışdınız? Ayaq üstə yatmaq olar. Bunun üçün xüsusi istedad olmalıdır. Yaxşı. Bəs bu itoğlu necə oldu? Heç fikirləşmisiniz? Biz fikirləşməməliyik, biz tabi olmalıyıq və göstərişləri yerinə yetirməliyik. Kimin sözləridir? Sizin. Bu yaramazın qohum əhrabası yoxdur. Yetim böyüyüb. Dəqiqləşdirmişəm. Onu dost-aşnası arasında axtarın. Bəlkə kimsə nəsə bilir. Yaxşı, gedin və unutmayın ki, şefimiz türmədə hansı əziyyətlər çəkir. Hə, gedin. Əcəb işə düşmüsən.
Lap bu kinodakı aktyor kimi. Yaxşı, bəs indi neyniyəcəksən? Allah bilir. Gərək bəzi şeyləri aydınlaşdıraq. İnanırsan, mənim heç bir şeydən xəbərim olmuyor. Nigardan soruş da. Elə mənə zibilə salı nə oldu da? O da reanimasiyada. Yaxşı, bəs anama nə deyəcək? Sən kimsən? Burada neynirsən? Deyərəm ki, nişanlınam. Dəlisən? Başın xarab olub, ikimiz də qovsun. Fərid, evdəsən? Gəldi. Anam, gəldi. Abala, gəl səbətə al. Nənənin adı nədir? İndi deyərəm nəyirəm, adı nədir? Aliyə! Yaxşı. Farik, tez elə, giyin. Bu tərəfdən. Elə yox. Deyəsən qonağımız var. Siz kimin yanına gedirsiniz? Nigar xanımın. Olmaz. Niyə? Xəstə hələ narkozdan ayılmıyor. Bir gözlə də baxma olmaz? Bir gözlə xəstələrə yox, nişangaha baxarlar. Nə böyük hikmət. Necə dərin məna. Daha vaxtınızı almayacağım. Sağ ol. Getdik. Gözdə qulaqda olun. Vəkil bura gələ bilər. Baş üstə. Rəhmətlik anamın da adı Ali idi. Allah rəhmət eləsin. Allah sinkilərə də rəhmət eləsin. Qızım, xeyir ola bizə gəlməkdə. Heç bilmirəm necə deyim. Nədən başlayım? Əslən Mingəçevirdənəm. Orta anadan olmuşam. Anam indi də orada yaşayır. Atam isə çoxdan atıb bizi. Rusiyadadır. Təzə ailə qurub. Özüm burada universitetdə oxuyuram. İndi 4-cü kursu bitirirəm. Burada qohumlarımızın yanında yaşayıram. Utanma qızım, danış. Bilirəm, qəlb yarası ağır olur. İki il bundan əvvəl bir nəfərə rast gəldim. Mən tətilə evə gedəndə o da məndən gəlmişdi. Nişanlanmaq istəyirdik. Amma anam razı olmadı. Amma buna baxmayaraq biz yenə də şəhərdə görüşürdük. Keçən həftələ qabağıma şərt qoydu ki, əgər mən onun yanına köçməsəm, atacaq məni. Bəs ananın xeyir duası? Hə, bilirəm. Amma neyniyim? Sevirəm axı onu. Gedim çaynikı qızdırım gətirim. Get bala, get. Sözün qısası, paltarımı yığıb onun evinə getdim. Biraz gözlədim, gördüm, gəlmədi. Yuxarıdakı qonşusu dedi ki, nəsə xoşa gəlməz bir işə düşüb. Qaçıb şəhərdən. Yuxarıdakı qonşusu tanıyır məni. Bir-iki dəfə bizi bir yerdə görüb. Deməli, əvvəllər onun evində olmusan, hə? Yox. Çay içmişik, televizora baxmışıq və salam. Allah haqqı. Biraz gözlədim, gördüm gəlmir. Durdum, gəldim bura. Bir dəfə burada olmuşam. Mən maşında qaldım. O bura girdi, çıxdı. Dedi ki, burada Fərid adlı dostu qalır. Rəşadı deyirsən? Hə, Rəşad Babayev. Gördün? Deyirdin ki, ilişirəm ona. Aləmi qarışdırıb, çıxıb aradan. İşə baxı. Vallahi heç xəbərim olmayıb bunlardan. Qızdan da xəbərin olmayıb? Öz canım üçün yox. Görürsən bunu? Səndən də gizlədib hər şeyi. Belə də dostluq olar? Yaxşı qızım. Bəs anan səni niyə vermədi ona? Dedi,
Dedi kişi olan kəs uzun saç saxlamaz. Oğurları müdafiə eləməz. Halal olsun ona. Gördün? O da mən deyəni deyir. Hadi. Niyə durdun qızım? Hara gedirsən? Gedim də, artıq gecdi. Gedim görüm başıma nə çarə qılıram. Bu axşam vaxtı qız uşağının tək-tənha küçələrdə nə işi var, hə? Eşidən bilən bizə nə deyər? Tez elə onun çantasını götür. Yaxşı. Bizdə qalacaqsan. Yaxşı deyil axı Nisə xala. Necə yəni yaxşı deyil? Lap yaxşıdır. Bəs axşam vaxtı qapı-qapı gəzmək yaxşıdır? Könüllün otağını ona göstər. Kiçik qızımdır. Allah saxlasın. Fərid sənə hər şeyi başa salar. Çox sağ olun Nisə xala. Hazırlaşın. Birazdan şam eləyəcəyik. Çox sağ olun. Buyurun Aliyə xanım. Sadəcə ailədə olar. Küt. Of. Ay Allah. Bilirsən bunların səsinlə danışmaq nə qədər zülümdür? Bilmirəm, heç bilmək də istəmirəm. Deməli belə edirik. Buyur, Rəşad müəllimə maşınım da qurbandı, belə canım da. Daha nə Çox sağ olun. Bir də ki bu xanım üçün sürücülük və vəkillik vəsiqələri də lazımdır. Maşınınız üçün etibarnamə də onun adına olmalıdır. Çəkir tərəfi. Qəşəngdir. Bunun bir suyu ilə Rəşad müəllimin özünə oxşayır. De facto de jure. Rəşad müəllim məndən söz alıb, belə işlərlə məşğul olmayacağım. Deyir ki, sifarişi yerinə yetirənə qədər verdiyiniz sözdən azadsınız. Bir görün. Nə vaxta hazır olmalıdır? Dünənə. Yaxşı. Uzağa getmə, burada ol. Problem yoxdur, zəngimi gözləyin. Bunlar sizin kolleksiyanızdır? O mənim yaradıcılığımdır. Bu kişi kimdir? Hansı? Bu, bığlı kişi. Bayıldandır, ağabala. Bəs sənəd kimin adınadır? Sənədi də Qvatemala Milli Bankının prezidentinin adına. Nəyə lazımdır ki o? Olmadı. Cavan oğlan, mən artıq sualları sevmirəm. O sifariş verir, mən yerini yitirirəm. Və sualım, bizim sənədlər kimin adına olmalıdır? Hə, deməli belə. Məmmədova Aliyə, ağabala qızının. Ay, xətəkar. Aliyə, ay Aliyə. Qızım, gəl mənə kömək elə. Mən əti hazırlayım, sənsə göyərtini təmizlə. Aliyə. Gəldim. Yox, siz Allah götürün, yoxsa indi tikişlərim açılacaq. Dostunuzdan bundan başqa nə desən gözləmək olardı. Bircə gecikmələr də olmasaydı, onun misli belə olmazdı. Nə etməliydik? Dadaş müəllimə zəng eləməliydik. Bilirəm. Hazırlaşın. İndi konsert başlayacaq. Alo? Dadaş müəllim, salam. Salam, kimdir? Nigardır. Nigar, haradasın sen? Az benim orada olsan onun içinde. Bu uzun çəkəcək. Az topluysun biri tapmışsa benim kafamda kalırsa. Sırtı açıp benim... Alma ilə aranız necədir? Onsuz da mən olmaz. Buyurun. Sağ olun. Mənə isə həkimlər yalnız bunu icazə veriblər. Ben burada kalacağım kara günde. Sana bunu tapşırırım. İçəri necə keçdiniz? Buranki qaydaları çox sərtdir. Dedim ki, nişanlınızam. Bu da Rəşad necəyəsidir? Yox, özümün. Alo, eşitsen beni Aygıt. Alo, alo. Aygıt sen beni söyledim, alo. Ürəyinizi boşaltdınız, cənab inşaatçılar magnatı. Yox. İndi isə diqqətlə mənə qulaq asın. Anlaşılmazlıq baş verib, işlər səhv düşüb. Necə yəni səhv Bu düşüb? hər kəsin başına gələ bilər. Benim
başıma gələydi? Bir dəqiqə. Yasamalda tikdiyiniz əyri bina yadınızdan çıxıb, bəs müştərilərə mərmər əvəzinə soxuşturduğunuz rizalet necə? Hə, odur ki, gəlin bir-birimizin qanını içməyək. İmkan verin bu işi başa çatdırım. O ki qaldı Rəşadın məsələsinə. Əgər sizin adam yiyənlərinizin artıq başqa işi gücü yoxdursa, qoy nə qədər istəyirlər onu qovsunlar. Onsuz da tuta bilməyəcəklər. Özünlə danış, görüm nə vaxt çıxırsan. Həkimlər ayağa durmağa icazə vermiş. Bu işlə hələlik kollegam Aliyə məşğul olacaq. O kimdir elə, ciddi adamdır o? Ciddidir. Gördüm Peşəkardır. Xahiş edirəm bu işdə ona mane olmayasınız. Vaxtımız məhduddur. Vəssalam. Bugünün qadını məhz belə olmalıdır. Hərçənd ki, anam belə hesab eləmir. Eləməyəm ki də. Rəşada daha nə lazımdır? Hə qızım, kotlet dadlı olsun deyə mən biraz ətə xama qatıram. Öyrən qızım, lazımın olar. Nisa xala, həyətə kimsə girib. Kim? Heç xoşuma gəlmirlər. İndi hər şeyi aydınlaşdırarıq. Dayan indi gör Girirlər, sənin Nisa başına xala. nə oyun açaram. Buna bir bax, həyətə girib. Sizə nə lazımdır, hə? İcazəsiz mənim həyətimə niyə girmisiniz? Hə? Rədd olun buradan. Mən heç nə almıram. Biz də heç nə satmırıq. Bizə Fərid lazımdır. Fərid? Fəridi nə indirsiniz? Onun Rəşad adında bir dostu var. Onu axtarır. İndi onun elə dostu yoxdur. Rədd olun mənim həyətimdən. Bəlkə deyirəm, o qız bilər harda axtaraq onu. Gedin onu cəhənnəmdə axtarın. Demirəm rədd olun mənim həyətimdən. Rədd olun, yoxsa polis çağırırıq. Çıxın bayra. Gördün kimə rast gəlmişdi? Hə, gördüm. Gəl. Afərin sizə, heç qorxmadınız. Sən də az aşın duzu deyilsən ha. Quşu lap gözündən vurdun. Gəl görüm, xörəyimiz yandı. Gördün o kızı? Kartofeli tozladı ki, yağın gedemeden. Kız? Ala gicməsər kartof. Ona da sərdən baxsan, baxın. Bu nə vaxt çəkdin oğlum? Bu o deyil. Rəhmətli anamdır. Səsi də onun səsinə oxşayır. Anam da elə mənə belə söyərdi. Hardası görmüşəm onu. 100% görmüşəm. Anamı? Ala tupoy, qızı. O da bəlkə kiməsə oxşayır. Ha, hamısı bir-birinə oxşamalı da. Gəl gedək də buradan. Heç yana gedən deyirəm. Pakaya 100% ispomluyor. Harda görmüşəm bu qızı. Heç yana gedən deyirəm. Evdə bişiriş yolumuzu gözləyən tamaşaçılara həsr olunur. Necədir? Əla, çox sağ olun. Rəşad müəllimə məndən salamdır. Qulluğunuzda hazıram. Sağ olun. Salamat. Xudahafiz. Bu da sənədlər. Elə bildim onandır. Maşında dalanda saxladım. Cipdəki qarolçularımız görməsin. Hələ də oradadılar. Səndən fərqli olaraq bugün çox iş görmüşəm. Səhvim var, əzizim. Mən bugün o qədər şey öyrənmişəm ki. Məsəl üçün öyrənmişəm ki, göz yaşarmasın deyə soğanı soyanda bıçağı tez-tez suyun altına tutmaq lazımdır. Məsəl üçün öyrənmişəm ki, badımcan dolmasının əti yumşaq olsun deyə. Yaxşı da səhvini heç yeməmişəm. Onda keç mətləbə. Nigar nə dedi? Hə, doğrudan. Nigarın kimi var? Anası. Bir qardaşı da var, onlardan ayrı yaşayır. Vəssalam. Vurulmusan? Mən heç elə söz dedim. Bəs də, gözlərindən oxuyuram. Keç mətləbə. Nigar nə dedi? Deməli belə. Mərhum Sadıqov sadə adam olub. Dadaş İnşaat Holdingin işçiləri üçün tikdiyi binada 3 otaqlı mənzildə yaşayıb. Hə. Bazar günü saat 2 ilə 4 arasında bıçaqla ürəyinə vurulmuş zərbədən ölüb. Rəhimov istintaqa ifadəsində deyib ki, Sadıqovla razılaşdıqları kimi onun evinə gələndə mənzilin qapısı bağlı olmayıb. Rəhimov qapını özü açıb. İçəri keçib. Görüb ki, Sadıqov yerə yıxılıb. Yaxınlaşıb ona, istəyib kömək eləcək. Görəndə ki, artıq gecdir. Sadıqov keçinib, tez polisi zəng eləyib. Bəs yaxşı, onda niyə məhz Rəhimovdan şübhələnirlər?
Deməli belə. Sadıqovun qonşuluğunda yaşayan 3 əsas şahidin 3-ü də ifadə verib ki, bazar günü saat 3-dən sonra təxminən 20 dəqiqə Sadıqovun mənzilindən məhz Rəhimovun səsini, onun hədə qorxularını eşidiblər. Rəhimovun söyüşlərindən sonra birdən sakitlik çöküb. İkincisi? İkincisi, masanın üstündə 2 nəfər üçün hazırlanmış yeməyin qalığı. 2 çəngəl, 2 bıçaq. Çəngəl, bıçaq, qaşıq. Bunların hamısının üstündə, mineral su butulkasında, hətta butulka açanda belə Rəhimovun barmaq izləri qalıb. Bəs sonra? Sonra silah hələ tapılmayıb. Hə, bir səbəb də var. Rəhimov Sadıqovun mənzilinə həmişə tək gəlirmiş. Maşını da özü sürülmüş. Bir nəfər şahid də yoxdur ki, onun Sadıqovun evinə gəlişinin vaxtını təsdiqləyə bilsin. Saat 12-dən polis gələnə qədər onun harda olduğunu da heç kəs təsdiqləyə bilmir. Ona görə də istintaqın versiyası bunun üstündə qurulub. Mən deyərəm nəyin üstündə qurulub. İstintaqın versiyası. Yemək hazırdır uşaqlar. Karuzo, səndən çoxdan soruşmaq istəyirəm. Sənin adın niyə Karuzo qoyulur? Axırlı səhiflərdə belənsini örtmüşdədir. Vaxtilə belə bir film olub. Böyük Karuzo. Rəhmətli anam o vaxt cavan gəlin imiş. Niyə gülürsən? Allah rəhmət eləsin. Allah ölənlərə rəhmət eləsin. Ona görə də anam o filmə baxıb adımı qoyub. Mahfəlandı. Başa düşməyib. Mahfəlandı. Yox, mən baxmamışam ki. Filmi də mahfəlandı. Yox, bir müğənnidən. Müğənni Amerikanlıydı. Nə? Müğənni Amerikanlıydı. Yox, İtaliyadan. Deyirəm də mahfəlandı. Vapşı mani olmalı. Hardası görmüşəm. Harda görmüşəm. Я голос Таташ Бабашевича не спутаю ни с одним другим. Это же не голос, а симфония. Сейчас я на пенсии, а когда работала, он орал на меня не реже 1 дня в неделю. Ах, как божественно он орал. Фаина Марковна, ваше окно практически рядом с окном Садыхова. Угу. Может, вы различили какие-то конкретные слова? Я была не здесь, а на кухне, а это чуть подальше. Но я слышала что-то насчет голландцев. Голландцев? Да. Он сказал, что через 3 дня приезжают наши партнеры из Голландии, а у нас ничего не готово. И я тебе за это голову с плеч снесу. А вы хорошо понимаете по-азербайджански? Да, чох якши. Я здесь родилась и выросла, и понимаю, и говорю. Извините, Садыхов что-то отвечал Рагимову? Ну, я не слышала. Может, и отвечал, но не у всех же такой голос, как у Дадаша Бабашевича. Ах, миленькая, у вас чай остыл. Давайте я вам принесу горячий. Hələ ki heç bir şey əldə edə bilməmişik. Şahid ifadələrindən belə çıxır ki, Sadıqov məhz Rəhimovu öldürüb. Amma mənə elə gəlir ki, bu yalnız ilk baxışdan belədir. Niyə belə fikirləşirsən? Həyatım, biz qadınlar fikirləşmirik. Hisslərimizə arxalanırıq. Doğru da. Əzizim, hamı deyir ki, sənin Rəhimovun özündən çox razı adamdır. Hə, amma bəs cinayəti törədəndən sonra əl izləri, dəlillər haqqında niyə fikirləşməyib, hə? Doğrudan ha. Buna onun nə qədər vaxtı var idi? O qədər də ümidsiz deyilsən.
düşünməyə başlayırsan? Əgər təsəvvür etsək ki, cinayəti Rəhimov törətməyib, onda belə çıxır ki... Onda absurd bir şey alınır. Hadi. Ha gel ne olur? Ne olacak? Gözlemeden yoruldum. Üzümü de tük basıp. Neçə gündür yummuram. Belki vəkil buralara gelmeyecek. Gel gedək də. Ala dedim ki, Paka yazma üçümüzə o kızı harda görmüşük, heç yana gedən döyürük. Yaddaşı tələslənməsən? Yox. Yox da. Bir də salam. Xatırladıram ki, bu axşam da qohumlarınız, dostlarınız və ya sevgililərinizi efirimizdən salamlamaq istəyirsinizsə, SMS-lərinizi bizim nömrəyə ünvanlaya bilərsiniz. Görək nə yazıblar. Navigator 666 yazır ki, sevgilim Ceyran'a demək istəyirəm ki, səni mənə versəydilər, yiyərdim. Ceyranın valideynlərinə demək istəyirəm ki, muğayət olsunlar. Qızlarını hər küçədən keçənə verməsinlər. Birdən oğlan kanibal zad çıxar. Düzdür, qızınızın adını qoyanda fikirləşməliydiniz. İstənilən kişi bilir ki, Ceyran ətinin dadı başqa. Hə. Bura bax, qızlar nə vaxt qayıdır? 3 gündən sonra. Nədir qorxusan otaqsız qalasan? Yaxşı, indi ara gedirik. Məhkəməyə, işlərə baxmaq lazımdır. Bəs mən nə edeyim indi? Sən? Hə. Yara baş çəkə bilərsən. Ciddi deyirsən? Tam ciddi. Nə yaxşı. Onda sür gedək də. Gedək. Yaxşı baxırlar, tez elə. Tez. Qəribədir. Nədir qəribə? Siz artıq 10 dəqiqədir ki, bu şəklə diqqətlə baxırsınız. Diqqətə layiqdir ona görə. Balıqla aranız necədir? Mən günorta vaxtı ancaq çaya üstünlük verirəm. Bu saat təşkil eləyərik. Ayağın kırılsın başlak. Ay, vay. Sizə nə oldu? Ayağım. Çıxanda büdrədim. Yəqin gözləyib. Gözləri çıxsın. O qədər gözü götürməyənim var ki. Ay. Hara gedirsiniz cavan oğlan? Nigarın yanına. Siz onun nəyisiz ki? Nişanlısı. Bir dəqiqə. Gözün aydın. Nişanlın gəlib. Salam. Buyurun, buyurun. Çox sağ olun. Mən indi sənə hər şeyi başa salaram. Nəyi başa salacaqsan? Otur burada. Həmişəki kimi hər şeyi hamıdan sonra eşidən mən oluram. Tanış olun. Anam Fərid. Çox gözəl. Dəhşət. Nişanlıyıq. Heç yerdə yoxdur. Elə bil qeybət çəkilib. Əsəfqanla o birisi o. Ürəyi yumşaq zırrama necə? Bir şey də bildilər? Çalışırlar. Axıra kimi də çalışacaqlar. Naçalnikin tapşırığını ölsən də yerinə yetirməzsən. Kimin sözləridir? Sizin. Unutmayın. Şef bizdən kömək gözləyir. Ümidverici bir şey var. Hə, işıq yeri görünür. Amma konkret əsə demək tezdir elə. İş aparan müstəntiqin yanına gedirəm. Bəlkə nəsə əldə elə bildik. Bu görüşdən çox şey asıldı.
Deməli mən sənə lazım Hə, deyiləm. nədir? Nigarsız dayana bilmirsən? Yox, anası xahiş eləyib ki, evlərində mebellərin yerini dəyişməyə kömək edeyim. Yaxşı. İşi xətlərində də nəsə nasazlıqlar var. Yaxşı. Bəs də. İnanmır. Bu şəkillər sizə tanış gəlir? Tutaq ki, hə. Rəhimovla Sadıqovun qapqacağı, hətta qədəhlər də bir-birindən fərqlidir. Sizcə bu təəccüblü deyil? Hə də. Səhər axşam eşək kimi işdə. Şənbə bazar bilməklə, yolları ölçünə, oliqarxları tut, canlıları tut, türməyə baskinə. Sonra da gərginən sənə desinlər ki, qapqacaq sənə tanış gəlir. Başqa söhbətimiz yoxdur. Mənə elə gəlir ki, bizim ümumi məqsədimiz həqiqəti üzə çıxarmaqdır. Gəlin bizə məlum olan həqiqətləri üzə çıxartmayaq. Sadıqov subaydı. Olub. Rəhimov da onun evinə qonaq gəlib. Bir yerdə oturub çörək yeyiblər. Gedib rəfdən ona qapqacaq gətirib qoyub qabağına. Ola bilməz? Xeyr. Niyə? Axı siz hansı evdə, eyni rəfdə bir-birinə oxşar fərqli qablar görmüsünüz? Onlar adətən dəst olur. Hələ mən xörək servislərini demirəm. Qulaq asın. Ay vəkil bacı. Mən özüm də subay deyiləm. Amma mənim də evimdə 2 dənə qaşıq, 2 dənə çəngəl, 2 dənə bıçaq, 5 dənə qab tapılar ki, bir-birinə oxşamasın. Sualımız özünüzə gülməli gəlmir. Xeyr. İndi siz mənim sualıma cavab verin. Buyurun. Qonşular kimin səsini eşidiblər? Sadıqovun ya Rəhimovun? Kim kimə də qorxu gəlib? Sadıqov ya Rəhimov? Hə? Həyata dünən göz açmısınız? Xeyr. 6 gün olar. Elə görünür. Daha nə sualınız var? Heç nə. Hər vaxtınız xeyir. Sən hardan xortlayıb çıxdın? Maşından. İcazə verin kömək eləyim. Ha? İndi kömək eləmək istəyirsən ki, sonra evimə girəsən. Abala, mən axmağa oxşayıram. Ha, yox. Rəhmətli yanıma oxşayırsınız. Kimə? Hə, oxşayır. Allah rəhmət eləsin. Allah ölənlərimizə rəhmət eləsin. Ay maşallah. Doyanda xəbər elə bala. Да ни о чем особенном этот следователь меня не спрашивал. Просто попросил посмотреть, не пропало ли что. Кристина Фаризовна, а фотографии с места преступления он вам не показывал? Нет, он ничего не показывал. Я в тот день выходная была, так что я ничего не видела. А вы долго проработали у Садыхова? Сразу после развода, лет 8. Я у него вроде экономки была в доме. Уборка, готовка. Так что всех его друзей я очень хорошо знала. Это вы к чему? А к тому, что не мог Рагимов Садыха Агаевича убить. Я в людях разбираюсь. Жизнь научила. Это к делу не пришьешь. Доказывать надо. Посмотрите. По версии следствия, перед трагедией они ели рыбу. Садыхов сидел здесь. Эту рыбу я им в субботу с вечера приготовила. Чудеса. А откуда вся эта посуда взялась? Из буфета. Ерунда какая. Что за глупости? У Садыха Агаевича никогда таких тарелок не было. И приборы тоже. И фужер чужой. А это что такое? Это на шарап к рыбе, наверное. Да этого вообще не может быть.
У Садыка Агаевича проблемы были с желудком. Он вообще никакие приправы не употреблял. Ни горчицу, ни даршарап, ни ткемали. Он даже не солил и не перчил ничего. Вы просто клад, Кристина Фаризовна. Да ну что вы. Кстати, у вас необычное сочетание имени и отчества. А у меня семья была интернациональная. Папа азербайджанец, мама полька, а муж подлец. Nisa xala, mən artıq evdəyəm. Lap yaxşı. Ətlə soğan masanın üstündədir. Əti hazırla, kotlet bişirək. Bizim qızlar kotleti çox xoşlayır. Mənim də elə uşaqlıqdan kotlet üçün ürəyim gedir. Hə? Hə. Yaman sevinəcəksən. Nəsə olub? Hə, olub. Artıq bugün başa düşmüşəm ki, mən daha Rəşadı sevmirəm. Afərin qızım. O sənin tayın deyil. Aranızda bir şey zad olmayıb ki? Yox. Nə danışırsın Nisa xala? Şükür. Doğam çürüdü ki. Ne yaxşı. Bu provokasiyadır. Əsəbləşmə, dadaş. Nə inirsən ha? Adam bir xanımın otağına girəndə qapını döyər. Döyməz? Sən başın doğrudan xarab olub ha. Öz aramızda Nigarın anası yaxşı psixiatrdır. Gərək səni bir gün onun yanına aparım. Deməli, indiyə qədər mebellərin yerini dəyişirdiniz. Mebellərin yerini dəyişdim. Paltar yuyan maşının su xəttinə birləşdirdim. İşıq xətlərində problem vardı, onu da düzəltdim. Bir-iki dənə xırdamırda iş vardı, onu da həll elədim. Evdə kişinin olmamağı bir şey deyil də. Yo, mən belə görürəm ki, birazdan olar, inşallah. İnşallah, inşallah. O kim deyə? Səhərdən marıq deyib baxsan ona. Rəhimovun keçmiş məşuqəsi. İndiki arvadı. Bayaqdan şəkillərə baxıram, bəzi məqamlar yadıma düşür. Mən onu məhkəmədə də, bizim evin həyətində də görmüşəm. Birində ağlayırdı, birində heç bir saat keçməmiş gülürdü. Nə olsun ki, bundan nə nəticə çıxır? Ağlı işlət də. Cinayəti Rəhimovun üstünə atmaq üçün qabı Sardıxovun mənzilinə məhz qatil gətirib. Sardıxovu öldürüb, izi itirmək üçün əlcəkləri geyinir, qabları süfrəyə düzür, boşqaba balığı qoyub nar şarabı da qoyur ora, qədəhləri doldurur, açan da ora atır, aradan çıxır. Onda belə çıxır ki, qabları da ki, yalnız... Ancaq qatil gətirə bilər. Demək istəyirsən ki, bu öldürüb? Yox, inanmıram ki, bu öldürüb, amma mənə elə gəlir ki, cinayətkarlara qab-qacağı məhz o ötürüb. Yox, dayan. Onda belə çıxır ki, Rəhimov kimin üstünə qışqırıb, meydi? Məhz elə bunu aydınlaşdırmaq lazımdır. Qızlar nə vaxt qayıdır? Nədir ki? Bir ideyam var. Bakıda saat 15:20-dir. Mövzumuz kim daha çox yalan danışır? Kişilər yoxsa qadınlar? Telefon xəttində dinləyicimiz var. Alo? Salam əleykum. Yaxşı mövzuya toxunmusunuz. Mənə elə gəlir ki, qadınlar da kişilər də eyni dərəcədə yalançıdırlar. Amma qadınlar yalan danışmaq bacarırlar, kişilər isə yox. Yəni bizim fərqimiz bundadır. Ona görə də kişilərin yalanının üstü həmişə açılır. Düz demirəm? Düz deyirsiniz. Çünki bir yalan yalnız üstü açılanda yalana çevrilir. Qadın yalan danışır və üstü açılmırsa, dediyi həqiqət kimi qəbul olunur. Minnətdaram. Daha bir zəngimiz var. Alo? Salam. Salam göndərmək olar? Qardaş, biz burada ölkənin bütün kişiləri ilə bütün qadınlarını üz-üzə gətirmişik. Bilmək istəyirik ki, kim daha çox yalan danışır. Sən də zəng vurmursan ki, salam göndərmək olar. Mən buradan 42 sayılı məktəbin 11-ci B sinifində oxuyan bütün qızlara salam göndərirəm. Və demək istəyirəm ki, sizi 11 anı qızlarından çox istəyirəm. Ay kişi, deyirəm heç yeridir. Neysə, gəlin musiqiyə qulaq asın. Faik Ağayev, yalan. Xanım manikürdədir. Yanındakı yer boşdur? Hə, yanındakı yer boşdur. Bu nömrə, bu telefon. Mən gedirəm içəri, birazdan zəng edərsən, yaxşı? Qorxma, bunun nömrəsi gizli qalır. Bax ha, mən getdim. Xanım, nə rəng seçirsiniz? Vallahi heç bilmirəm. Bu mövsümdə hansı rənglər dəbdədir? Əlləriniz çox incədir, sizə qırmızı rəng yaraşar.
Alo. Alo. Eşidirəm. Kimdir? Əməllərinizdən xəbər olan bir kəs. Qulaq asın. Kimsiz? Yox, siz qulaq asın. Sözümü də kəsməyin. Biz bilirik Sadıqovu kim öldürüb. Qısası, biraz xərcə düşməli olacaqsınız. Axşama yaxın zəng eləyib məbləği deyəcəyik. Hələlik bu qədər. Afilə xanım, nəsə olub? Yox, boş şeydir. Mənəm. Qulaq as. Təcili görüşmək lazımdır. Hə, 2 saatdan sonra Tayqa restoranında. Hə, necə oldu? 2 saatdan sonra Tayqa restoranında. Allah eləsin onu tapım. Alo, salam Əmir Qulu müəllim. Mənəm Rəşad Babayev. Həmişə gedişən oğlana eşq olsun. Ha, buyur. Sıkacağım seni. Nə? Hadi vurma başımı dibinem seni vurma başımı. Eşitmirəm. Sen öyle sen diyen at. Sakin. Köppən uşağı. Sakit olun da eşitmişsiniz herden beni. Ciğerci çıkarcı at ol sizin. Əmir Qulu müəllim, səhv eləmirəmsə Tayqa restoranı sizindir. Tayqada, Tundurada, qardaş Sibirayət nə varsa hamısı mənlikdir. Onda mənim sizdən balaca bir xahişim olacaq. Əyib şeydir, buyur. Qulunda durmağa həmişə hazıram. Hardasan? Gəl çıx da. Niyə narahatsan? Mən ki vaxtında gəlmişəm. Buyurun. Heç nə lazımdır. Oldu. Narahat olma. Şantajdır bu. Qorxudular bizi. Buradan çıxan kimi sim kartı dəyişdirərsən. Necə dəyişdirim? Dadaş hər 2 saatdan bir türmədən zəng eləyir. Onda sənə zəng edəni rədd elə vəssalam. İnandırıram səni. Hər şey tərtəmizdir. Nə şahid var, nə də iz. Dadaşın səsi də ki, mən də kim nəyi eşitməli idisə, onu da eşidib. Narahat olma. Nəsə bu ayının gözləri xoşuma gəlmir. Hərəsi bir cür baxır. Yəqin dərisini körramamaq üçün gözündən vurublar. Bilmirdim ki, Dadaş 15 dəqiqə tez gələcək. Yaxşı ki, pəncərədən gördüm onu. Evdən güclə çıxdım. Bil ki, neynirəmsə, yalnız sənə görə eləyirəm. Bizə görə. Hə gözəlim, bizə görə. Darıxma, birazdan səni dünyanın ən xoşbəxt qadını edəcəyim. Vəkili necə? Tapa bildiniz? Onu axtarmaya ehtiyacı yoxdur. O öz işini görüb, həm də bizə kömək edib. Ona görə onun axtarışını özü kimi gicbəsərlərə tapşırmışam. Buyurun. Bu nədir? Biz ancaq kaset lazımdır. Tapşırılıb ki, kamera ilə bir yerdə verim. Cənab Sarıyevin hədiyyəsidir. Çox sağ olun. Siz də sağ olun. Dadaşın səsi də ki, mən də kim nəyi eşitməli idisə, onu da eşidib. Narahat olma. Yes! Afərin! Ver sənin çatışmayan dəlili bax bu idi. Buyurun xanım, gedə bilərsiniz. Sağ ol canım. Səni heç vaxt unutmayacağım. Ay hay. Mən nə bilim səsimi nə vaxt yazıblar. Mən elə hər gün şıqırıram da. Mənim sakit vaxtım olur ki. Bax elə ona görə də buradasınız. Şahid ifadələrinə görə Sadıqovun evində demisiniz ki, 3 gündən sonra Hollandiyadan şərikləriniz gələcək. Bu nə vaxt olub? Hollandiyanın şəriklər? Hə, keçən ay yox, ondan əvvəlki ay. Təqribən 20-sində gəlmişdilər. Deməli sizin danışdığınız ayın 17-si cinayətdən düz 1 ay əvvəl yazılıb. Aydındır. Hər şey aydındır. Bərəkallah. Belə cavan olasan, belə ağlın olsun. Valih oldum sənə.
Minnətdaram. Çox sağ ol. Beləliklə mən sizə məhkəmədə bütün maddələr üzrə bəraətinizə tam zəmanət verirəm. Və inanıram ki, elə zaldanca azadlığa buraxılacaqsınız. Şirinliyin mənim boynuma. Amma bir şərtlə. Ona şərt elə. Gərək elə bu saat zəng eləyib. Adam gələnlərizə deyəsiz ki, Rəşad Babayevdən əl çəksinlər. Sən nə danışırsan? Mən o toğlu yeri gəlib bura düşmüşəm, Elə şey zad yoxdur. Mən Siz ondan ondan əl çəkəcəksiniz. Yaxşı. Yaxşı. Sən deyən olsun. Axşamınız xeyir. Fəricik gəldi. Gəl oğlum, gəl əyləş. Sağ olun, çox sağ olun. Əyləş, xoş gəlmisən. Utanma, əyləş. Mən gedim. Sizi narahat eləməyim. Möcüzədir. Heç atama qarşı bu qədər mehriban olmayıb. Yəqin adam tanıyandır da. Yəqin. Hər deyilən sözə inanma. Dedim axı bu şantajdır. Axı o indiyə kimi zəng eləməli idi. Gözəlim. Deməli başa düşüb ki, hoqqası keçmədi. Mən rahat ola bilərəm. Əlbəttə əzizim. Tam rahat ola bilərsən. Yat gözəlim, yat. Öpdüm. Mən də öpürəm. Gəl hadisənin gedişatını bərpa etməyə çalışaq. Bilirsən, mənə elə gəlir ki, sevgililər planlarını həyata keçirmək üçün əvvəlcədən razılaşdıqları kimi kimsəsiz bir yerdə görüşüblər. Ola bilər ki, onlar gözdən qulaqdan uzaq bir yerdə, bəlkə də ola bilər ki, hansısa neft buruqlarının arasında görüşüblər. Və orada Ofeliya qab-qaşığı ona hansısa paketdə verilmiş. Dayan. Paket bu qədər şeyə tab gətirə bilməzdi. Ofeliya qab-qacağı ona çantada gətirib. 100%. Əsl peşəkardır. Bəs onda mən kiməm? Sən mənim nişanlımsan. Tanış olun qızlar. Bu da Aliyə. İstəyirsən apteka qaçım sənin üçün. İstəyirsən təcil yardım çağırır. Atalar misalı var, xəstəsənsə xəstəxanaya aparın. Mən xəstə deyiləm. Sən kimsən? Kimsən sən? Kimsən sən? Kimsən sən? Sərbəst ol qızım. Mən bu qızlara hər şeyi danışmışam. Mən düzgünlük tərəfdarıyam. Düzdür, bu mənim qızımın xoşuna gəlmir. Çünki o da Rəşaddan ötürü özündən gedir. Mama. Nə mama? Düz demirəm? Gör qızın başına nə oyun açıb? Buradan deyir evlənərik, oradan da başını götürüb aradan çıxıb. O da kişidir. Kişi olan kəs də əclafları müdafiə eləyər. Ay mama, yaxşı da. Nə yaxşı? Sizin atanız ömrü boyu bu çubuqla insanlara düz yol göstərib. Bax, əsl sənət bu idi. Çox sağ olun. Mən öz otağıma gedirəm. Gördün? Xoşuna gəlmədi. Buyurun.
Olar. Buyurun, keçin. Siz anamdan incimeyin. O sözü üzə deyən adamdır. Əvvəlcə gəlin bir-birimizlə sənlə danışaq. İkincisi də Nisə xalanın dedikləri mənim üçün yenilik deyildi. Bilirsən, mənə qələm lazım idi. Təsadüfən Siirtmədə Rəşadın şəkillərinə rast gəldim. Mən bilmirdim. Siz, yəni sən varsan. Doğrudur ki, ondan ayrılmaq istəyirsən? Doğrudur. Yəqin ki, düz eləyirsən. Amma izdivacınız uğurlu ola bilərdi. Niyə elə fikirləşirsən? Hardasa oxumuşam ki, ərlə arvad bir-birinə oxşayanda nigah da uğurlu olur. Yəni, sən hesab bilirsən ki, biz bir-birimizə oxşayırıq? Çox oxşarsınız. Mən Rəşadı yaxşı tanıyıram. Onun üz cizgilərini əzbər bilirəm. Qəribədir. Nədir qəribə? Sən onu sevirsən, elə deyil? Çox. Qəribədir ki, mənimlə onun izdivacından danışırsan. İstəmirsən ki, o mənim yox, yalnız sənin olsun. Mən onu sevirəmsə, onun xoşbəxtliyini istəyirəm. Tez eləyin qızlar, yaxşı deyil, gözləyirlər bizi axı. Görürsən, qız bunlarla deyir. Deməli, evdə təkdir. Ala bu nədir? Jurnal. Dərman üçün gedəndə almışam. Zor şəkilləri var. Bu neyinir? Hansı? Bu. Heç nə, dayanıb özü üçün. Neyinir? Biləşənləri düşür. Həyətdəki qızlar həmən günü vəkilin evində pələkandan düşürdü. Əlində də çanta. Təsadüfə baxaya. O qız nəsə bilir. Şas uznayım. Şas. Hani vəkil? Bura gel. Bura gel. Bura gel sana diyorum. Çık oradan. Bura gel. Bura gel sen de. Hani vəkil? Hani? Buyurun. Sıkar. İfrite. O emri bozup dadaşım elimi zengəledi ki sizde işimiz olmasın. Emri bozup o. Rəşad müəllim, necə oldu ki, bu cür qalmaqaldan sonra müştərimizlə öz münasibətinizi bərpa etdiniz? Məndən söz aldı ki, daha heç kimlə onu səhv Bəs salmayacağım. bugünkü prosesdən nə gözləyirsiniz? Öncədən həmişə eyni nəticəni.
Oyanmaq vaxtıdır. Oyanmaq vaxtıdır. Əzizim. Əzizim. Oyanmaq vaxtıdır. Oyanmaq vaxtıdır. Əzizim. Oyanmaq vaxtıdır. Sabahın xeyir.